ki, elə rollar oynamışam ki, məsəl üçün indi baxıram ki, mən neynəmişəm. Mən zərurətdən aktyoram. Hansı rolla yadda qalmaq istəyirsiniz Nofəl bəy? Teatr nəyə lazımdır 2026-cı ildə? Dünyada. Mən orada qalsam, işləsəm, bunlarla bir rəqabət aparam, bir veriliş eləsəm, vay, iflic olar ya o adam. Balaca ölülər deyə qaçıb böyük ölülərin yanında qucağına sığınır. Qayıtdı mənə deyir ki, müəllim, sizi çox istəyirəm. Ən yaxşı ölkədə paroda sizdədir. Bəli, biz sizdən bir şeir alaq, deyim neçəyə? Alır da mən 50 manat, 40 qaytarası 25 manat, alır. Sevən deyiləm mən daha. Hamının sevgisi gözündə qalsın. Ev tikən deyiləm sözlərdən daha. Qoy hamı çölün düzündə qalsın. Nofəl bəy sadəcə olaraq boşluqdan danışır, iş yoxdur deyə danışır. Sabahın açınca gözün qalar ki, bu belə deyil. Salam, 200-1-ə xoş gəlmisiniz. Bugün qonağımız çox maraqlı və istedadlı aktyor Nofəl Şahlaroğludur. Xoş gəlmisiniz Nofəl bəy. Çox sağ olun, minnətdaram. Xoş gəlmisiniz Nofəl bəy. Çox xoşdur sizi burada görməyimiz. Necəsiz? Yaxşıyım. İki qadının arasında necə olar adam? Başqa variant yoxdur. Hər şey əladır. Əla. Nofəl bəy, özünüzü necə təqdim etmək istəyirdiniz ümumiyyətlə? Harda? Bizim verilişdə. Yəni necə təqdim olunmalı? Siz təqdim edədiniz mən harda? Özünüz necə təqdim edərsiniz? Nofəl, sadəcə Nofəl. Mən həmişə özümü sadə təqdim etməyə xoşlayıram. Nofəl, bəs edir də, Nofəl Şahlaroğlu. Şahlaroğlu varsa artıq təqdimatdır. Mənim atam mənim üçün ən böyük təqdimatdır. Çox gözəl. Nofəl bəy, atanız opera teatrının solisti olubdur. Sənətkar ailəsində böyümüsünüz, belə deyək. Amma sizin öz təhsiliniz filologiya olub, daha sonra incəsənətə. Necə oldu bu? Belə deyək də, ümumiyyətlə, filologiya, dilçilik, Azərbaycan ədəbiyyatı incəsənətlə birbaşa bağlı bir şeydir. Çox bağlıdır və bəzən o sual verəndə ki, necə oldu bu? Yəni, əslində, hər bir ixtisasın sahibinə Azərbaycan dili və ədəbiyyatı fərq eləmir. Bütün xalqlara dil və ədəbiyyat faktoru ən vacib şeydir. Mən demirəm, hansı bir fəhlədir, tutaq ki, işləyir, o dili mükəmməl bilməlidir. Amma elementar bilgiləri hamı bilməlidir. Məsəl üçün, bayaq bura efirə qonaq gələndə bir nəfər mənə yaxınlaşdı, çox gözəl sözlər dedi, amma çox gülməli alındı da. Qayıtdı mənə dedi ki, müəllim, sizi çox istəyirəm. Ən yaxşı ölkədə paroda sizdədir. Mən də özümü bilməm necə hiss elədim, amma dedim çoxsa. Ya hiss edirəm ki, energetikası qəşəngdir, adamın sevgisi var, istəyi var. Saf niyyətlə yaxınlaşır. Saf niyyətdə, amma niyyət səhv şey xidmət edir. Yəni paroda başqa şeydir təbii ki. Amma o bilsəydi, yəni elementar nə demək lazımdır, o çox qəşəng bir ünsiyyət olardı. Amma mən onun energetikasını xoşladım, gözəl insandır. Yəni təhsil elə bir şeydir ki, vacib bir məsələdir və xüsusilə dil, ədəbiyyat faktoru hamıya lazımdır. Və xüsusilə incəsənət sahəsi. Çünki kino, teatr incəsənətin ən belə üzdə olan janrlarıdır və orada birbaşa dil faktoru çox şey xidmət edir. Məsəl üçün, səsləndirmə, dublyaj. Əgər illərin sənətkarı ola bilərsən, çox yaxşı aktyor ola bilərsən, möhtəşəm aktyor ola bilərsən, amma Azərbaycan dilini bilməyəndə artıq o səslənmədə də, oxunuşda da çox şeydə özünü göstərir. Ona görə də mən xoşbəxtəm ki, mən filologiyanı bitirmişəm. Çünki filologiya mənə bir çox sahələrdə həyatda çox böyük dəstəkdir, köməkdir və ümumiyyətlə bu elə bir şeydir ki, bu bizim mənəvi milli məsələlərdir və canla, qanla bağlı şeydir. Ola bilər sən yaxşı riyaziyyatçı olasan, tarixçi olarsan və yaxud da heykəltaraş olasan, amma dili yaxşı bilmək, dili ümumiyyətlə bilmək bizim borcumuzdur. Biri var ixtisası olar, bir də var ki, bu bizim həm konstitusiyada, anayasada, həm də bir mənəvi məsələdir. Yəni bu hər kəsin bilməyə vacibdir, amma çox təəssüf ki, insanların böyük əksəriyyəti heç əlifbanı bilmirlər. Çox təəssüf. Xüsusilə incəsənət sahəsi. Onu hiss edirsə, sosial şəbəkələrdə W-nə yazırlar. Qardabım. Qardabım. Nofəl bəy, insan həyatı bir neçə mərhələyə bölünür. Biz sizi ekranlardan daha canlı, daha enerjili hər zaman görürük. Yəni, Nofəl bəy bu mərhələyə gələnə qədər həyatında neçə mərhələdən keçdi və özünü bu mərhələdə tamamladı mı, yoxsa hələ də davam edirmi o axtarış? Bilmirəm, insanın həyatı neçə mərhələyə bölünür. Əgər söhbət gerontoloji yaş məsələsindən gedirsə, uşaqlıq dövrü var, yeniyetməlik var, gənclik var, orta yaş, ahıllıq, lap qocalıq dövrüdür. Mən bilmirəm hansı dövrdəyəm. Mən gəncdən işlənirəm, çünki mən 43 yaşım olacaq. Amma əgər söhbət mənəvi məsələlərdən, mənəvi mərhələdən gedirsə, mən elə gəlir ki, mənim artıq birinci mərhələmdir hər həyatda. Çünki istənilən yaşda insan uşaqdır.
Mən hərdən 43 yaşıma uşaqlıq edirəm. Gedirəm anamla elə şeylər edirəm ki, baxıram geri bir 86-cı ildəyəm də. Çünki istər-istəməz ana ilə insan söhbət edəndə ana istər-istəməz uşaqlaşır da. Yəni vallahi bu şablon deyil. Çünki sosial şəbəkədə bir video paylaşmışdılar. Mən çox təsirləndim və mən onun həmin videonu paylaşdım. Çox nadir hallarda nəyisə paylaşıram. Yəni bir yaşlı kişidir, hardasa olardı da bir 75-80 yaşında, 50 arabasındaydı. Anası gəlir ona baş çəkməyə. Yəni, qadının da 105-106 yaşı var da. O qədər təsirli bir şeydir. Yəni, sözlə ifadə eləmək olmur da. Ana hər zaman anadır da. Yəni, onda artıq mən hesab edirəm ki, mən birinci mərhələ, hələ uşağam. Amma ümumi baxanda buraxdığımız səhvlərdir, nöqsanlardır, xətalardır, nə bilim, arzularımız həyata keçməyib. Mən hesab edirəm ki, hamısının cəmiləsi heç bir mərhələ eləmir. Bizim bir müəllimimiz vardı, Allah ona qəni-qəni rəhmət eləsin, Arif Əmrahoğlu. Böyük adam idi, həm professor idi, dilçi idi, türkoloq idi, ədəbiyyatçı idi, Yazıçılar İttifaqının birinci katibi idi. Onun bir qəşəng sözü vardı, həmişə deyirdi ki, əgər istəyirsə həyatınızın nə qədər dəyərli və səmərəli olduğunu başa düşəsiniz, götürün bloknot tutun. Mən həmişə bloknot tuturam. Note deyirlərdi, onu qeyd eləməyəcəm. Amma bir dəfə bir il götürdüm, tutdum. Mənim kimi belə də dinamik, maraqlı, rəngli həyat yaşayan adam, hamıdan fərqlənirdim də, dava edirdim, dərslərimi də oxuyurdum. Belə də maraqlı həyat keçirdik özümüzə görə. Oturub hər gün qeyd edirdim ki, bugün ən maraqlına baş verib. İlin axırında gəldim, 4-cü kursda mən gördüm ki, mənim həyatımda 16 gün var maraqlı. Təsəvvür edirsiniz, yəni 365-in 16-sı maraqlıdırsa, hələ mənim kimi adamda da biraz belə rəngli həyat yaşayan adam. Görün, əgər 60 il statistika ilə, orta statistika ömür yaşayırsa, deməli bizim həyatımız 15 ildir, haradasa 14 il. Niyə yaşayırıq bu qədər? Maraqlı hələ. O da, ona görə də biz maksimum çalışmalıyıq ki, həyatımızda rəngli anlar olsun. Şərt deyil ki, sən onu bilə-bilə rəngləndirəsən, yalandan bugün nəsə eləyim ki, yox. Yəni, sadəcə olaraq şablon yaşamaq olmaz. Yəni, o şablon həyatı bütün canlılar yaşayır da demək olar ki, hərəkət edən, gəzən, sürünən, uçan hamısı. Amma insan çünki əşrəf varlıqdır, yəni insan Allahın yaratdığı ali varlıqdır. Amma insan onu qeyri-ciddi yaşayanda, nə bilim, maraqsız olur da. Mənə gəl ki, hələ mən birinci mərhələdəyim. Bəlkə ola bilər ki, 2 ildən sonra Novfə şahlar olur, burada olmadı, xatirə danışası məndən. Amma mənə elə gəlir ki, birinci mərhələni yaxşı keçirdirəm hələ ki də. Birinci mərhələ maraqlı gəlir mənə. Həyatı maraqlı eləmək üçün aktyor sənətini seçdiniz, yəni bu sənətlə məşğul olmağı? Vallahi mən bir şey deyim sizə. Seçim elə bir şeydir ki, bəzən seçə bilirik də. Gəlirsən dükana girirsən ki, mənə bu ərzaq lazımdır. Mən bu kalbasanı yemirəm. Mən bu çörəyi xoşlayıram. Məsəl üçün də qara çörək. Burada seçim rahat insanın əlində. Çox asandır. 10 saniyə seçim edə bilirsən. Düz adam var girir 3 saat dükanda fırlanır, heç seçə bilmir. Adamlar Məhəmmətə çatmır da. Amma sənəti bəzən insan seçmir, sənət insan seçir. Yəni, mən uşaqlıqdan balaca olandan yenəsə baxırdım ona, baxırdım buna, müşahidə edirdim, təqlid edirdim, yamsılayırdım, onunla zarafat edirdim, hərəkətli idim də, yəni həmişə. Atam teatr aktyoru idi, illərdir teatra gedirdim, evimizdə sənətkarlar gəlirdi, baxırdım. Həyata biz başqa cür baxırdıq da. Yəni, bu artıq mənim seçimim deyildi. Bu həyatın mənə elədiyi seçim. Düz atam həmişə buna əleyhinə idi. Atam İstəmirdi, istəyirdi ki, filologiyanı oxuyum, əla, dilçi, ədəbiyyat, əla. Zaten filoloqam, diplom da onu deyir, yəni. Amma o istəmirdi ki, çəkdiyi əziyyəti mən də çəkim. Çünki atam həmişə bir söz deyirdi ki, əgər istedadlı olunsa, hamı sənə paxıllıq edəcək, hamı səndən problem yaşayacaq, hamı sənə nəsə mane olmağa çalışacaq. İstedadlı olsan, mənə demirdi, sən istedadlısan, deyir, olsan. Mən demirəm istedadlı adamam, savadlı adamam, ağıllı adamam. Mən bir şey bilirəm ki, o qədər istedadsız deyiləm və savadsız deyiləm və bunu artıq mən görürəm. Bəzi bizim sənət cəmiyyəsində olan adamlar, hətta mənlə heç bir işi olmayan adamlar, heç bir ortaq layihəmiz yoxdur. Mən bundan bəlkə bir 300 kilometr uzaqdayım, amma görürəm ki, o narahatlıq hiss edir. O çox narahatdır. Bilməm narahatlıq səbəb nədir? Yəni bizi birləşdirən nə teatr var, nə film var, nə serial var, nə dubl. Heç bir şey bizi birləşdirmir ha. Bizim ağamızı o narahat, sən niyə narahatsan? Mən narahat ola bilərəm ki, tutaq ki, mənim yanımdadır, tərəf müqabilimdir. Eyni işi gör, eyni yerdəydi. Biri idarədə, bir otaqda. Axı mən sənə heç bir əlaqəmiz yoxdur. Hətta qadındır, orta yaşı var, heç əlaqəsi yoxdur. Çox qəribədir. Onda başa düşdüm ki, ata mənə nəyə nəzərdə tuturdu. Çünki televiziyanın birinə qonaq getmişdim. Qonaq kimi yox. Daha doğrusu mənə bir layihə vermişdi, bir söhbət eləməyə. Mən dəhlizdə dayanmışdım, ad çəkməyəcəm, çox populyar adam dedi. Bəlkə adam yalan olmasın, and ola bizi yaradanı 100 dəfə çıxdı qapıdan çələ mənə görə. Yalan olma. 100, heç nə yoxdur ortada. Hələ mən o televiziyada işləmirəm.
Sadəcə olaraq elə belə gəlmişəm, söhbət edirəm də otaqda. Görürəm, girir, çıxır. Bilirəm ki, yəni özünə görə çıxmır. Mən baxdım buna, dedim, ay Allah, bu nə narahat adamdır. Hə, bu gördüm narahatdır. İndi təsəvvür edin ki, mən orada qalsam, işləsəm, bunlarla bir rəqabət aparam, bir veriliş eləsəm, vay, iflic olar ya adam. Yəni, onda başa düşdüm ki, hə. Amma istedadlı adamlar, ağıllı adamlar, böyük təfəkkürə sahib olan adamlar qətiyyən narahat olmurlar. Elə adamları siz görmüsünüz də, söhbət eləmişsiniz, müsahib. O qədər rahatdır ki, çox verir, hə, ona vaxtım yoxdur fikirləşim. Ona görə də çalışmaq Özünlə lazım. məşğul olan adamların başqalarından işi olmur. Vaxtı olmur ona yəni. Ona görə mən çalışıram həmişə özümlə məşğul olam, özümə vaxt ayırım, özümlə mübarizə aparam, özümlə rəqabət aparam, özümü qoyum qarşıma ki, 20 il əvvəl necə səhvlər eləmişəm, yoxsa kim nəsə mən nə işim var? Mənə maraqlı deyil yəni. Kim nəsə oturun, falan kəs neyinir, eləsin də. Sən öz işi gör. Yəni, o nə iş görürsə, o da göz qabağındadır. Ya, sən öz işini görməlisən, mənə gəl. Nofel bəy, demişdiniz ki, elə rollar oynamışam ki, məsəl üçün, indi baxıram ki, mən neynəmişəm. Bəli, indi də deyirəm. Hələ bir 10 il bundan sonra da Allahın nəsib eləsə ömür, yenə də deyəcəm. İndi hansı kriteriyalara görə, məsəl üçün, seçim eləyirsiniz? Qəşəng sualdır. Dünən saat 5-ə 25 dəqiqə işləmiş, mənə SMS gəlib ki, Nofel bəy sabahınız xeyir olsun. Mən də baxdım ki, 04:25:04. Bu sabahdır, yoxsa gecə tapamıram da vaxtı. Hə, ola bilər, yaradıcı adam da bizim kimi gecə. Sübh vaxtı. Hə, yazıb ki, bir qısa film var, istəyirəm sizinlə əməkdaşlıq edək. Vallahi oxuya bilmirəm, göz yuxuludur da, yəni başqa şey oxuyuram. Dedim, sayər cavab verərəm. Sonra gördüm ki, hə, bir cavan oğlandır. Qısa film çəkirlər, festivaldır. 2-3 günə başlamaqdır. Dedim, qardaş, inşallah bir dənə oturub söhbət eləyək, görək bu nədir. Yəni, bilmirəm, amma bir-iki işini atdı mənə, xoşuma gəldi, açıq deyirəm. Xoşuma gəldi. Baxdım ki, qısa filmdir, sosial çarxdır, belə maraqlı işlər var, xoşuma gəldi. Dedim, yaxşı danışarıq. Artıq biz orada nə qiymət söhbəti, başqa söhbət eləməliyik. Mən sevdiyim şeyə, sevdiyim hər hansısa bir işə havayı da çəkilirəm. Çünki o iş havayı deyiləsində, o elə qiymətdir. Mənim orada olmağım, yəni o işin mənə həvalə olunması, bilməm də hansısa bir energetik bir bax, doğrudan da qiymət. Amma elə iş var ki, vallaha billaha adam bilirsiniz necə ona, yəni baxırsan ki, ay Allah, mən bunu neyniyim? O atalar sözü var, üzr istəyirəm, yuxarı bığ, saqqal məsələsi. Bilmirsən ki, doğrudan qəşəng yazılıb. Mən hesab edirəm ki, o Avropa təfəkküründə yoxdur o atalar sözü. O yalnız şərqə aiddir. Çünki bizə həmişə dilemma qarşısında qoyurlar ki, bax, ya budur, ya da budur. Avropada konkret ya bunu eləyir, eləmirlər. Bizdə qəribədir ki, eləmək istəmirsən, amma məcbursan eləməyə. Ya da eləmək istəyirsən, amma məcbursan ki, həm də eləməyəsən. Bu qəribə bir şeydir. Məsələn, qalırsan, belə bilmirsən, buna nə qərar verəsən. Mən çalışıram ki, və Allahdan həmişə arzu edirəm ki, Allah, mənim qarşıma belə işlər çıxartmadı. Axı sən məcbursan bunu eləməyə, müəyyən şeylərə görə. Allah elə bir şeylər nəsib eləsin ki, mən onu ürəklə, canla, başla, həvəslə oynayım. Bax, onu arzuluyuram mən. O da ki, indi görək də, Tağıyev kimi film çəkirsən, inşallah, sevinə-sevinə oynayarıq orada. Aha, Tağıyev də istəyərdiniz. Əlbəttə, oynamışam da birinci seriyada. Yəni, o tipli layihələrdə, şərt deyil ki, yəni, tarixi film olsun. Mənəviyyat ötürsün. Zaten belə deyək də, bu hal-hazırda sosiumun durumu mən o qədər narahat eləyib ki, artıq narahatlıqdan da keçib. Əvvəl narahat olurdum, indi artıq narahat olduğuma narahatam. Yəni, gör hansı vəziyyətdir. Yəni, mən artıq 2050-ci ilə, 45-ci ilə nə olacaq bilmirəm. Mən çox narahatım, çünki mənəviyyat məsələləri qalıb ikinci planda. Mənəviyyat o qədər arxada qalıb ki, mənəviyyatı təbliğ eləyən heç nə yoxdur. Artıq orta bir mənəviyyatı təbliğ eləyən bir şey baxanda bütün bəşəriyyət bir-birinə qarşı ayırlar, nə gözəl işdir. Adi bir şey deyil. Yəni 50-ci, 60-cı illərdə bu norma idi. Hər evdə bir rejissor rol çəkirdi. Hamı eləyirdi. Bu həftə belə bir şey çəkmişsən, məndə belə bir şey var. Bu norma idi. Amma indi ay nə gözəl mənəviyyatda iş görürlər. Vay vay vay. O qədər ki kasıbdır bu dəqiqə. O qədər kasıblaşmışıq. Yəni ta ki ana uşaq məsələlərində, ta ki təbiəti qorumaq, hansısa bir heyvanı qorumaq, adi mənəvi məsələləri çəkəndə artıq deyirlər, əhsən, günə gözəldir uşaqlar evindən bir iş görürlər. Bu olunmalıdır. Bunu həmişə eləməyək. Bütün Soyuz multfilmin, bütün cizgi filmlərinə oturub baxsaq, bilmirəm nə qədər cizgi film çəkildi, hamısı onun üzərinə quldur. Yəni elə bir cizgi, hətta baxırsan ki, quldurdan gedir söhbət. Quldur da uşaq. Yenə bəli, çünki uşaq cəmiyyətin güzgüsüdür, oradan böyüyür. Hansı uşaq ki, düzgün tərbiyə alır, o çox nadir hallarda olur ki, və individ məsələsi ki, çox tərbiyəli uşaqdır, böyüdü, quldur olur. Elə şeylər çox statistikada az olur. Körpə uşaqların mənəviyyatı uşaqlıqdan çox təmiz olursa, bu normal adam olur cəmiyyətçi. Ola bilər pak adam, ideal adam olmasın, ağ olmasın. Amma
Normal insan olur. Ona görə Soyuz cizgi filmi, yəni Sovet Sosialist Respublika İttifaqında o prinsiplər çox əla idi. İstər kütlə informasiya vasitələrinə, istər ədəbiyyata, istər teatra, bütün incəsənət sahələri, ümumiyyətlə bütün sosiumu nə qədər saxtakar işləri olsa da bu tərəfə qarışmıram mən. Amma ötürdüyü şeylər vardı, pasıl deyirlər, ötürdüyü mesajlar. Hamısı mənəviyyat üstündə idi. Ona görə də bütün bədii filmlərdə, bütün cizgi filmlərində hətta dəxli oldu, olmadı eləyirdilər. Çox yaxşı da eləyirdilər. Baxırsan ki, bir kadr da məsəl üçün, onun kinonun dramaturgiyasında heç birə dəxli yox. Amma göstər ki, kimsə atı sığallayır. Dəxli yoxdur ya. Heç, yəni o kadr olmasa filmdə heç nə dəyişmir. Amma atı sığallamağa göstərir ki, sevgi olmalı. Bəli, hansısa bir göndərmələr gəlib çatmalıdır da, yəni o hissi ötürmək üçün vasitələrdir. Bu nöqteyi nəzərdən yanaşsaq, onda belə çıxır ki, Nöfəl daha çox ssenariyə görə qərar verir, yəni. Birincisi mən həm filolog olaraq, mən həm ekran dramaturgiyasını bitirmişəm. Mən yəni birinci yazmaqla məşğulam. Mən həm yazıram, həm yəni filologiya bitirmişəm. Mən həm də aktyor hesab edirəm özümü. Çünki o belə bir söz var, bizim bir aktyorumuz qəşəng sözdür ki, mən zərurətdən aktyoram. Əslində çox istedadlı adamdır və çox təvazökarlıq eləyir. Deyir, çox gözəl kino aktyorudur. Mən hətta onun özünə deyirəm ki, sən kino üçün doğulmusan. Çünki o adam Azərbaycan kinematografiyası üçün doğulan aktyordur. Bizim Səmimi Fərhad. Çox istedadlı adamdır. Deyir, qaqa, bilirsən nətərdir? Mən zərurətdən aktyorum. Çünki rejissorluqda Səmimi mənə görə, yəni dostluğumuz olduğuna görə, illərdir münasibətimiz olduğumuza görə, tərəf müqabil olduğuma görə demirəm. Səmimi Fərhad kinematografiya üçün doğulan aktyordur. Bu adamın qədrini bilmək lazım. Adam heç denəmir, dayanır kadrda belə baxır, bəs edir. O deyir ki, mən zərurətdən aktyor olmuşam. Necə özü? Yəni ki, mən əslində rejissorum. Xeyr, elə adamlar var ki, o elə zərurətdən bu işlə məşğuldur. Bəlkə də mən məsəl üçün zərurətdən aktyoram. Çünki mən yazıram, qələm, mən adi bir şey yazanda diqqətlə baxıram ki, bu cümlə mənası yoxdur. Bu fikir ümumiyyətlə mənasız fikirdir. Amma dünən bir də oturdum Rafiq Səməndərin Şəhidlər kitabını oxudum. Bir neçə dəfə oxumuşam. Azərbaycandan gəlib 70 şəhidlər haqqında yazılmış ən fundamental əsərdir də, stilistikasına görə. Orada bir cümlə var idi. O yadımdan çıxmışdı. Yəni adam yadda saxlamır ki, stilistika yadımda idi, şəhidlərin adları, talihi. Orada bir məqam var idi. O qədər gözəl bir cümlədir. Yəni dəhşətdir də. Rafiq Səməndər Allah can sağlığı versin də, 75 yaşı var. Deyir, ölülər yerin altında. Çünki o dili elədi, təhkiyəsi elədi. Yerin altında balaca ölüyə qulaq vurması verirdi böyük ölülər. Dedilər ki, özü yaxşı apar. Dedi ki, və birinci dəfə deyir, yerin altında kiməsə qulaq vurması verdilər. Balaca ölülər deyir, qaçıb böyük ölülərin yanında, qucağına sığınır. Çox baxırsan ki, çox belə dəhşətli bir şey var. Orada baxırsan, bax, bu yazıdır. Mən bunu necə dəyərləndirməyim? Belə yazılar oynamaq lazım. Yoxsa gəlir, söz yığınıdır, sudur, taftologiyadır, təkrar, eyni şey, şablon, banal. Baxırsan ki, bu cümlə, hətta siz, məsəl üçün, sənət adamısınız, siz aktrisasınız, o görmüsünüz də, o qədər eyni priyomlar var, o qədər işləmiş, milyon dəfə eləyib bunu. Bəlkə doğrudan dünyanın hər ölkəsində, hər xalqında, hər yerində, illərdir, məsəl üçün, 2 nəfər oynayır, biri gülür, biri dayanır, o da dayanır. Bu bilirsiniz nə qədər olub? Bu o qədər klişedir ki, mən bunu başa salamıram ki, yəni başqa şey yoxdur eləməyə. Sən bu qədər mi dayazsan, bu qədər mi bəsitsən, bir şey yoxdur da. İnsan hər dəfə gedəndə adi yerişin dəyişir ki, biraz bəlkə belə gedim. O qədər şablondur ki, yəni adi biri məsəl üçün harasa baxır, belə bir oyun tərzi var da, baxırsan ki, bir adi bir grimasdır da. Bunu milyon dəfə eləyiblər. Dünyada nə qədər insan var? 7 milyard, 8 milyard. Xarakterlər də fərqlidir, temperamentlər də, münasibətlər də, hər şey fərqlidir. Adam bir individual münasibət qatmalıdır. Bu yazıda çox bilinir. Çünki hər şeydən öndə, hər şeydən qabaq, əvvəl yazı dayanır, dramaturji material dayanır, fikir dayanır, söz dayanır. Bu yoxdursa, onun üzərindən sən qala tikginən, heç bir mənası yoxdur. Söz dəyişən üstündə. Allah da sözü yaradıb. Yaran deyib. Sözdür də, birinci budur. Söz yoxdursa, fikir yoxdursa, onun üstündən keçdi. Yəni söz yoxdur. İndi bizim ssenari müəlliflərində çox böyük problemlər var. Yazıçılarımızda da, şairlərimizdə də, publisistlərdə də, redaktorlarımızda da, korrektorlarımızda hamısında böyük problem var. Xüsusilə teatr dramaturqlarında əgər varsa, çox azdır bu ölkədə. Əvvəllər çox idi, piyes yazanlar, draması, indi yox. Yəni hər yazıçını dramaturq, belə deyim də, hər bədii əsəri gətirib teatra qoymaq, təbii, tamamilə razıyam. Bu sırf belə dramaturji yanaşma tələb edir. İndi baxırsan ki, tamaşa qoyulur. Bu nədir? Bu nə əsər? Hədi var da. Yox, məcburuq mu bu teatrda bu tamaşalar? O qədər böyük klassiklərimiz olub ki, onların yazdığı hər əsər səhnəyə qoyulmayıb. Üzeyir bəy belə deyib ki, mənim əsərimi səhnələşdirməyib. Çünki o biri ki, olmasın, bu olsun deyir, o Arşın Mağlan deyir. O utanırmır Şah Abbas Xurşudvan ki, qarşı bunu qoyma, bu zəif operadır. İstəməyib özü onu. Yəni ki, o
Koroğlu deyil də. Amma indiki ilə müqayisədə çox böyük əsərdir. Deyir, Şah Abbas, qoyma bunu, olmaz. Deyir, bu zəifdir. Yəni, ona deyirlər yanaşma da. Yəni, elə pyeslər var ki, bizim ədəbiyyatda var, amma səhnələşdirməyiblər. Maksimum 1-2 dəfə səhnəyə qoyuyor. Çünki zəifdir. Yəni, hər əsəri səhnəyə qoymaq olar. Yox, məcbur deyilik ki, ola bilər sən bir pyes yazasan. Amma o deməkdir ki, mən pyesi, mənim fikrimdir, dramaturji vəziyyəti bilirəm, xətti bilirəm, strukturu bilirəm, yazmışam. Mən məcbur edirəm onu 20 il teatrda səhnələşdim. Yox. Ola bilər də fikirdir, şeir yazmısan, yaratmışsan, mən o şeiri hər yerdə səsləndirməliyəm. Yazmışsa, cüzcüqo qalsın evdə. Servantın üstündə, ana, uşaqlar gəlib baxsın, vərəqləsin, özün üçün oxu da xatirədir. Yəni, mən onu məcburam efirdə səsləndirəm, YouTube-da qoy, hamı görsün ki, mənim belə bir şeirim var. Yox, hər şeyi ümumiyyətlə oynamaq, hər şeyi üzə çıxartmaq, qabartmaq ehtiyac yoxdur. Tam razıyam, mənasız bir şeydir. Yəni, o qədər bizim elə işlərimiz yox ki, mən utanıram, ayıbdır. Onu o vaxt eləmişəm, tələbə vaxt. Yəni, mən bunu üzərindən gedim, yox, o çox qeyri-peşəkar bir şeydir məncə, mənasız bir şeydir. Yəni. Nofər bəy, aktyorlar üçün ümumiyyətlə unudulmaq bir qorxusu olur. Sizdə belə bir qorxu varmı ki, unudularsınız? Yəni bu sosial şəbəkələrdə aktivlik, davamlı olaraq gündəlik hadisələri sosial mediaya daşımaq, yəni buna mı xidmət edir ki, davamlı olaraq gündəmdə olasınız? Yoxsa ümumiyyətlə elə bir risk yoxdurmu sizin üçün ki, Nofər bəy unudular? Dünyada ümumiyyətlə unudulmayan heç nə yoxdur. Hər şey unudulur. Çünki insan unutqandır. Bu təzə söz deyildir. Çox təəssüf ki, sosiumda hal-hazırda yadda qalmaq, aktiv olmaq və daim xatırlanmaq üçün sosial şəbəkələr var. 50-ci illərdə bu yox idi, 60-larda bu yox idi, 70-lərdə bu yox idi. Ona görə lazımlı adamlar dəyərləndirilirdi və yadda da qalırdı. Amma indi belə bir durumdur ki, sən əgər aktiv olmadınsa 100% unudulacaqsan. Hətta bir ilə kifayətdir ki, sən unudulasan. Amma burada belə bir statistika var ki, yəqin mənimlə razılaşarsınız. Maraqlı adamlar heç vaxt unudulmurlar. Mən adam tanıyıram, sizə aktyor deyirəm ki, hər gün efirdədir bəlkə də. Dəfələrlə seriallar, filmam heç kimi tanımır. Yadda qalmır. Yadda qalmır. Çox çəkilir. Amma adam var ki, 20 il bundan əvvəl efirdə olur. Bu dəqiqə yüksək çıxan insanlar onu tanıyırlar. Ona görə ki, böyük sənətkardır. Ona görə ki, o face var, üz var, o qədər insanlara xoş təsirat yaradır. Və oynatdığı bir şeylər var ki, o energiyanı saxlayır. Ola bilər obraz yadda qalıb. Bilmirəm də, yəni mən ümumiyyətlə heç vaxt narahat olmamışam ki, mən unudulum. Mənim ən çox qorxdum ki, özüm unudum. Mən ondan sonra narahatam. Hərdən insan öz yadından çıxır ki, belə bir adam var. İnsanın, yəni kimisə səni unutmaq elə vacib deyil. İnsanın övladı da ununa bilər, illər boyu yoldaşı da səni unuda bilər. Hətta bəzən onun ən gözəli biz səndədir. Yəni bu sual mənə apardı. Evdə tək filminə baxmısınız da, Kevin tək qalır. Mesela o kinoya baxanda, dünyanın bəlkə 85% ona gülürlər. Mən orada gülməni heç nə görmürəm. O vəziyyətlər var, oğurlar gəlir. O dramaturji koddur da ikinci xətt əslində. O əslində birinci xətt də çevrilir, ailə qalır ikidə. Amma həmişə ailəyə mən birinci xətt kimi baxmışam. Çünki orada fikir versəz, evdə unudulmuş Kevin'in söhbəti deyil. O Pasxa bayramının unudulmuş kişi ilə uşaqlarının münasibətidir. Yolda ana ilə qadınlar gəlir, musiqiçilərlə gəlirlər. Mən ona çox pis təsir. O musiqiçi əslində gülməyi göstərir. Yəni ki, onlar ən unudulmuş musiqi qrupudur. Əslində çox istedadlı adam olur ki, amma Amerikanın özündə belə yaddan çıxır. Əslində orada unudulmuş bir insanın bəzən özünü unutmasıdır və özünü o şərait yaratmalıdır ki, onu unutula. Və yaxud da ki, insan heç vaxt narahat olmamalıdır ki, yəni onu kimsə unudacaq. Yox, mən bunu heç vaxt düşünməmişəm. Sadəcə olaraq mən gördüyüm iş, mən bu işlə məşğulam. Mən maarifləndirməklə, mənim borcumdur və yaxud da hansısa bir reklamlardır, bu bizim yaşam tərzimizdir, maddi qazancımız oradan gəlir. Mən heç vaxt bəziləri kimi gündə oturub çörək yeməyimdən tutmuş, əsnəməyimə kimi paylaşmamışam. Ümumiyyətlə, mən bunun prinsiplərini anlamıram. Sosialı qoyuram qırağa. Ümumiyyətlə, niyə görə insanlar hamı bilmədi ki, sən arada yemək yeyirsən? Bunun heç mənası yoxdur axı. Yəni, insanlar tanıyıram ki, balkonda dayanır, hansısa eyvanda onu da paylaşır. Yəni, bu yadda qalmaq deyil. Bu əksinə insanları iyrəndirir. Bu əksinə insanları unutdurur. Yəni, bunlar daha tez unudulacaq da təbii ki. Təbii, elə adamlar artıq öz-özünü unudur. Onlar heç nə ilə yadda qalmırlar. Yox, onlar özləri unudurlar. Yəni, onlar unutduqlarına görə istəyirlər. Onda belə deyək də, sosial şəbəkələrdə aktiv olmaq deyirsiniz ki, lazımdır, zamanın tələbləri. Təbii, zamanın tələbləri var. Mən də baxdım, YouTube-da müəyyən dövrlərdə paylaşımlarınız olub, silsilə şəklində və yaxud yəni çıxışlarınız çoxdur. Yəni düşünürsünüzmü, sənəti əgər boşluq yaranırsa bununla doldurum, məsəl üçün də, yəni öz sənətimdən hansısa bir, deyək ki, bir ifa edeyim, bir qəzəl, bir şeir, neyəsə. Mən ümumiyyətlə
ruh halını anlayan adamam. Yəni həyatda hər şey ruh halına bağlı bir şeydir. Dur bir uşaqları bəyləndirək. Bizdə varaq, dur bir qəşəng bir şeirdir. Bir qəşəng qardaş mahnı oxusun. Mən heç vaxt onu başa düşməmişəm. Çünki dəfələrlə o məclislərdə, uşaq vaxtıda hansısa bir toyda görmüşəm ki, hansısa bir musiqiçi, o Rusiya zastavit edir, elə də bunu. Bu ruh halı deyə heç vaxt Avropada bunu demirlər ki, bir dənə qardaş dur gitara çal da. Özü başı gitara çal. Hətta deyir ki, bəs sizdə başımız ağrıdı məsəl üçün. Bizdə insanın içində olan bir şeyi məcbur bizə çatdır prinsipi var. Mən onu heç vaxt başa düşməmişəm. Yəni dur bir dənə bunu elə də, dur bir dənə oxu da, dur bir dənə oyna da, dur bir dənə uşaq bir əmin üçün bir dənə dursun oynasın da. Bu nəyə lazımdır bu? Əgər bir insan istəyirsə onu eləmək və o içindən gəlirsə onu eləmək daha düzdür. Məsəl üçün indi bizdə adamlar var da şeir deyir. Qardaş şeir nə zəbt edibdir. Hara baxsa şeir deyir. Qiraət edir. Yo, ruh halıdır, amma o ruh halı hamısı eynidir. 100 şeir deyib ayrı-ayrı xarakterdir, ayrı-ayrı mövzu amma eyni cür deyir. Məsələn, mən onu başa düşə bilmirəm. Və bizdə bədii qiraət o vəziyyətdədir ki, qəhrəmanlar olub da biz Azərbaycanda, bu qiraətin atasıdır, bu qiraətin anasıdır. Əslində, onlar əgər bilsələr ki, qiraət nədir, bədii qiraət nədir, bunun prinsipləri nəyin üstündə qurulub, şeir nədir ümumiyyətlə, şeirə münasibət individual olmalıdır, individual münasibətin özü nəyin üstündə qurulmalıdır. Şeir ciddi bir şeydir. Şeir o demək deyil ki, tutaq ki, bu belə yazıb, şair belə yazıb, sən belə görürsən, bu standartlar, bu standart pauzalar var da bizə, standart. Standart sözünü ümumiyyətlə qəbul. Bilirsən, ana gələndə. Eləmə, yalandan inirsən, bu səndən gəlmir axı. Görmüşsən ki, o onu görəndə pıçıldayırdı. Yəni, elsən hardan oldu? Bir yerdən knopkanın bası elədi. Qəbul olunmuş şeylərdə baxırsan ki, yalandır bu. Yəni, dəfələr nə olub ki, verişdə, Nəvəli, biz sizdən bir şeir alaq, deyim, neçəyə? Alır da mən 50 manat, 40 qaytarası 25 manat, alır. Ramiz Rövşən Allah can sağlığı versin, o qədər çox istərəm onu. Adam qəhrəman olaraq maraqlıdır da. Yəni, nə qədər gözəl insandır, necə gözəl şeirlər var. Qəhrəman olaraq maraqlıdır. Şair olaraq öz yerində bir ictimai xadim kimi bir. O qədər şirin adamdır, belə qəhrəman olaraq. Məsələn, mən adamı görəndə xoşuma gəlir qəhrəman olaraq. Qəhrəman olaraq gözəl olduğuna görə, maraqlı olduğuna görə, onun şeiriyyatında da maraq var. Adam var ki, yazır. Amma elə bil ki, o şəxsi enerjisini şeiriyyatı da ötürüb. O adamı vurur. Deməli, hər şey enerjidən. Əlbəttə ki, həyat enerjinin üstündə qurulub da. Enerjinin üstündə qurulduğuna görə, yəni mən yəni başa düşürəm. Mütləq şəkildə. Yaxşı, şeirdən danışmışkən, sevdiyiniz şairlər. Elə Ramiz Rövşən çox istəyirəm. Bir də şeir. Deyəcəksiniz. Bir də şeir deyil, oradan pul şeirdir. Yəni, ümumiyyətlə, tələbə vaxtı o qədər əzbərlətdirirlər. Bizə çox təəssüf əzbərlətdirirlər. Yəni, müəllimlərimiz demir ki, bunu sevinə. Ona görə əzbərlədiyimizə görə orta əsr ədəbiyyatında 20 qəzəl, 15 qəsidə, qardaş, beyin yanırdı. Ona görə də sevgi qalmırdı ona. Amma Ramiz Rövşənin ən sevdiyim şeiridir. Özü də düz onu səsləndirib. O, ustaddır da, yəni öz şeiridir. Tam yadımda deyil, amma o deyir ki, sevən deyiləm mən daha. Hamının sevgisi gözündə qalsın. Ev tikən deyiləm sözlərdən daha. Qoy hamı çölün düzündə qalsın. Sən də deyir, daşlamaq özgəsini tap, mən ömür boyu daşlayan adam. Gilası mürəbbə, quzunu kabab, şairi heykəl tək xoşlayan adam. Ya, deyir, heykəli ummuram yer üzündə, mənim daş olmağa yoxdur həvəsim. Daş olub lap Ulu Füzulinin də yanında durmağa yoxdur həvəsim. Mən sənin yanında dururam sənin, küçənin tinində dilənən qarı. Başından var dövlət yağan ölkənin bəxtəvər günündə dilənən qarı. Heç kəs sığal çəkməz dümağ saçına. O gümüş telindən öpürəm səni. Qorxma, pul qoymuram sənin ucuna. Əyilib əlindən öpürəm səni. Yəni, qəşəng bir şeydir. Yəni, orada bir hiss var, bir təsvir var, maraqlıdır. Məsələn, Ramiz Rövşən çox maraqlı enerjisi var. Səliqəli şeir, səliqəli yazır. Ona görə mən onu çox istəyirəm. Amma ümumiyyətlə, şeir bir də ki, hal deyə. Məsələn, mən ərdən xoşum gəlir, balaca hekayələrdə görsən ki, bir epiqraflar olur, balaca bir əvvəldə bir cümlə olur, yoxdur bir anlar olur da. Baxırsan, adama o qədər xoş gəlir ki, o qədər şey bu. Gabriel Garcia Marquez'in keçən verişdə demişdim, o çox sevirəm. Bizlərdə oğru yoxdur əsəri var, povesti çox qəşəngdir. Orada deyir ki, oğruların doğru olduğu cəmiyyətdə doğrular oğru görünməyə məhkumdurlar. Çox qəşəng sözdür. Doğrudan elə də, yəni. Baxırsan ki, bu buradadır.
Bu əslində bu burada olmalıdır. Amma bu da bunun yeri. Bu nətər olur? Və belə qəbul olunur. Çox qəribə bir şeydir. Baxırsan ki, istedadsız adamdır, savadsız adamdır, mənəviyyatsız adam. Bütün sız şəkilçiləri var orada, amma oradadır. Amma həm istedadlıdır, həm mənəviyyatlıdır, həm savadlıdır, əxlaqı bu tərəfdə. Bu nətər olur bu? Yəni bu buna necə xidmət edə bilər? O qədər olub ki, bizdən məsəl üçün televiziyada görmüsən ki, bu onun köməkçisidir. Bu ona kömək. Amma bu əksinə yerlərdədir. Bu çox qəribə bir paradoksdur. Yəni başa düşəmirəm ki, bu yəni niyə belə olur? Bu nə ədalət prinsipi deyim, yoxsa yer dəyişmə qanunu, bu nədir belə? Bu niyə ona kömək eləyir? Əslində bu ondan çox üstündür. Bu rəhbərdir, bu müdürdür, bu onun şöbə müdürüdür. Amma ondan çox savadsızdır, çox istedadsızdır, çox ağılsızdır. Amma yenə onun yerindədir. Çox qəribə bir şeydir. Amma ümumiyyətlə televiziyaların vəziyyətini nə qədər tənqid edəcək? Televiziya, mən o sual verirlər hərdən. Deyirlər teatrların vəziyyəti. Mən həmişə o sual verməzdən əvvəl mən teatrların modernləşməsidir, inkişafıdır, sistemidir, dramaturji quruluşudur, aktyor bazası. Bunu qoyuram qırağa. Həmişə sual verirəm. Teatr nəyə lazımdır 2026-cı ildə? Dünyada, Azərbaycanda yox. Teatr, bizim qədim teatr, Yunanistandan gələn böyük sənət nəyə lazımdır? Demirəm, lazım. Yəni nəyə bu sualı versə dövlət, müvafiq qurumlar, bütün teatr cəmiyyəti aktyordan tutmuş, asılqanda işləyən kimisə, adədə onu qarderobda. Teatr nəyə lazımdır? Və teatr eramızdan əvvəl 4-cü əsrdəki funksiyasını indi yerinə yetirirmi? Yox. 11-ci əsrdəki yetirirmi? 14, 19, 20. Yaxşı, indi sual verəyim. 21-ci əsrdə teatrın necə olmalıdır? Eyni şey kinoya da aiddir. Eyni şey ədəbiyyata da aiddir. Musiqiyə də, hamısına aiddir. Bax, o sual biz özümüzə vermirik. Məsəl üçün, mən hərdən bir sinədən qorxuram, unudulmaqdan yox. Bax, birinci bundan qorxuram ki, mən 2013-cü ilə elədiyim şeyi 2026-da eləmək istəmirəm. Çünki bir il keçdikcə cəmiyyət dəyişir, sosium dəyişir, inteqrasiyadır, inkişafdır, yeniliklər. Bax, hər şey dəyişir də, refresh olur, beyin də dəyişir. Yəni 2013-cü ildə 10 yaşı olan adamın indi 26 yaşı olur. Deyəcək, Nofel nə edirsən sən? O bax, uşaqdan baxdı, başa düşdük buna. Mən böyüdüm, sən böyümədin. Amma təəssüf ki, bizdə sənətli adamlar var ki, at çəkməyəcəm də. Zaten kimin hamısı illərimi heç dəyişməyib. Yəni adam qocalır fizioloji olaraq. Baxırsan ki, bığ, saqqal kökəldi, amma heç də təfəkkür dəyişməyib. Mən elə olsam, vallahi billahi intihar eləyərəm. Yəni mən bilsəm ki, mən 2010-cu ildə, yox, mən sənətdə intihardan danışıram. Mən həyatda yox, intihar günahdır. O daha pisdir də. Hətta o lap pisdir. Yəni mən bilsəm ki, mən 2010-cu ildəki oyunu oynayıram 2026. Deməli, mən bədbəxt adamam. Böyük bir şey dəyişməyib, amma müəyyən şeylər dəyişməlidir. Xırda üstü. Adam var ya, amma 97-ci ildən çıxmayıb hələ. İndi təsəvvür edin ki, o yazılar, o sistemlər, o prinsiplər, yəni bu adam həyatı yaşamır, o cəmiyyəti yaşamır. Görmür nə baş verir ümumiyyətlə sosiumda, istər musiqidə, istər teatrda, istər kino, hər şeydə. Ümumiyyətlə cəmiyyət dəyişir də, beyin də dəyişməli. Mən demirəm, çox dəyişmə də vurur hərdən. Baxırsan ki, bu nədir? Heç kimə çatmadı, bunu elədi. Bir də var ki, hissə xırda, yavaş-yavaş təqdim eləməlisən. Məsəl üçün, mən reklam eləmişdim qəzəl üstündə. Azərbaycanda birinci reklamı mən eləmişəm də qəzəl üstündə. Mən özümə maraqlı gəldi. Demirəm bir şey devirdi, amma fikirdir də. Yəni eləmişəm də, qapıları reklam eləmişdim. Yəni orada qapını qəzəl üstündə eləmişdim ki, ey könül hicrim məni halı pərişan eylədi. Mən dözərdim ki, fəqət dözmür edir üsyan qapı. An qapıda qafiyə. Mən qapını belə görürəm. Hətta reklam ediyim adama deyim ki, qardaşım, mənə görə qapı həyatda bir funksiyada daşıyır da, açılma, bağlanma. Başqa funksiyası yoxdur ki qapının. Yəni qapı durub söhbət eləmir. Adam necə sən Nofel sağ keçir. Qapıya belə baxıram. Həmən belə gördüm. Başqası da biraz başqa cür görsün. Amma görürsünüz ki, reklam yansız standart prinsiplərdir. Eyni göyə rəngli fərqli reklam eləmək istəyirlər, təsvirə qaçırlar. Yox, ən fərqli şey özüdür. Bir şeyin fərqli olması onun özünün olmalıdır. Münasibət düz olmalıdır, maraqlı olmalıdır. Və maraqlı münasibətdə maraqlı insandan gəlir çoxlu. Hansı rolla yadda qalmaq istəyirsiniz Nofel bəy? Varmı belə bir istəyiniz ümumiyyətlə ki, hansı rolla yadda qalsam? Mən ümumiyyətlə həmişə pozitiv obrazı, müsbət qəhrəmanlar veriblər mənə. Yadıma gəlmir də mənfi adam oynayım. Çox bir-iki nadir olan. Amma həmişə istəmişəm ki, mənfi adam oynayım, mənfi qəhrəman oynayım, mənfi adam kimi yadda qalım. Bilsin, çünki mən mənfi adam kimi həyatda yadda qalmamışam da, inanmıram. Amma mən gözə gülər, Nofel gəlir, gülürlər də. Çox qeyri-ciddi baxıram. Mən istəmişəm ki, qəhrəman olaraq mənfi qəhrəman kimi yadda qalım. Çünki müsbət qəhrəman kimi yadda qalmaq
əslində insan həyatda müsbət olanda, pis adam olmayanda, hamı ki, yaxşı adamdır bu. Yəni yaxşı da oynayır. Yox, o standart bir şeydir. Ümumiyyətlə təqliddə uşaqlara deyirəm ki, həmişə çalışın təqlid eləyəndə tam fərqli səsləri təqlid edin, tam fərqli xarakterləri, qəhrəmanları, yaxın, oxşar eyni şeyləri eləmək istedad sayılmır. Təqlidin prinsiplərinə yaddır. Sənətdə də belədir. Yəni sən yaxşı adamsan həyatda, pis adam deyilsən də, müsbətsən də, müsbətin çoxdur. Müsbət qəhrəman olsa nə olsun? Sənə yaxındır da bu. Özünü oynayırsan. Özünsən də, özünə yaxın qəhrəmandır, özünü hiss edirsən, ötürürsən qəhrəman. Bir də var ki, sən yaxşı adamsan, çox yaxşı müsbət insansan, tam fərqli bir qəhrəman olursan. Və yaxud da mənfi xarakterlərin var həyatda. Baxsın insan xarakterdə. Tam yaxşı bir şey oynayır. Hə, bax o istedaddır mənə görə. Məsələn, Liv Van Cleef var da, rəhmətli Vyetnamlı. Zalım pis yaxşı da pis oynayan. O qədər gözəl insan olub həyatda, dəhşət oynadığına baxın. Çox pis insan olub, yaxşı insan olub. Yəni o qədər, amma oynadığı qəhrəmana baxın. Adamlar hətta həyatda ona çox acıq gəlmişlər ki, yox bu yaxşı kişidir, çox gözəl insan olub. Həmişə Western'də mənfi adamlar olur, amma o qədər gözəl insan olub. Qəhrə aktyor odur, aktyor odur. Amma Clint Eastwood oradan gözəl insandır da. Yəni odur da, yəni. Yaraşıqlıdır da, ona görə qoyublar. Həm də yəni qəhrəmanlar yaxşı adamdır həyatda. Amma Liv Van Cleef çox gözəl insandır həyatda. Baxırsan ki, əslində bir şey deyim ki, məsələn, mən ona bir analizəyə baxıram ki, bu adam mənfi heç nə ötürmür insana, antropologiya olaraq. Belə xarizması vardı aktyorun. Etdiyi işlər pis idi onun da. Amma üz baxımından da qəşəng belə çox belə xarizmatik bir üzü vardı. Amma həyatdakı, yəni mən həmişə istəmişəm ki, tam əks, tam zid, çox belə mənfi, neqativ qəhrəman oynayım. Yəni yaxşı adam oynamaq. Nofəl bəy, belə bir sosial şəbəkədə rəy var ki, Nofəl bəy sadəcə olaraq boşluqdan danışır, iş yoxdur deyə danışır. Yəni iş çox olsa, davamlı çəkilsəniz, davamlı filmlər olsa, Nofəl bəy bu qədər sosial mediada yayımlara üstünlük verərmi, yoxsa artıq öz hücrəsinə çəkilib öz işinlə mi məşğul olar? Tam səhv deyil, nəyə görə? Çünki mən ümumiyyətlə notla, gündəliklə hərəkət edən adamam. Hər günümə proqramımı ayırmışam. Allah Taala o qədər bizə iş nəsib eləsin ki, tək ki 5 film olsun, 8 serial olsun, mən yenə də vaxt ayıracağam. Gecə saat 4-də çəkəcəm. Çünki bu mən o bizim o YouTube kanalımızın təzəsini açıram da inşallah. Kanalı açmamışam ki, orada pul qazanam. Allah şahid necə elə pul qazanmamışam. Mənim məqsədim enerjimi buraxmaqdır. Tanınmaq yox, tanıyan tanır olsa mənə qiymətlə. Hə, yəni mənim məqsədim oradan da pul qazanmaq deyil. Sadəcə olaraq enerji partlaması, yenə deyirəm, danışmaqdır sadəcə olaraq. O, yəni boşluqdan danışır, avara adam da işi yoxdur, gəlir oturub verir danışır, çıxır gedir, ağasının yadda qalmaz. Peki bu bir missiya kimi baxırsınız? Mən missiya əlbəttə ki, insanın missiyası olmalıdır həyatda. Borcumuzdur bizim. Yəni mən bunu eləmirəm ki, sabah mənə ki, sağ olsun danışır. İşimiz bu, danışmalıyıq. Yenə deyirəm, əgər bu bizim işimizdirsə, biz bunun deyirlər, hesabat var. İnsan hesabat verir, vergidə, vöyündə, məsəl üçün, sosial ödəyirsən, düz hamının qanı qaralır, maaş vaxtı. Alanda yaxşı da, verəndə pisdir də. Bu hesabat var, amma biz elədiyimizin hesabatını veririkmi? İstər Allah qarşısında, istər bəndə qarşısında, istər cəmiyyət qarşısında. Bu hesabatı da, yəni 25 ilin aktyorudur. Ben nə hesabat verirəm? Ağırmadım ki, sən 25 ildə sənətdəsən. Nəsə danışdın mı uşaqlara, söhbət elədim, səhnədə bildi, orada danışırsan. O işindir. Amma bir danışdın mı ki, mən niyə görə oynayıram, yaxud mən bu aktyor olaraq nələr eləmişəm, nə eləməliydim? Məsələn, mən hesab verirəm ki, hər bir insan missiyası təkcə, yəni sosialda, YouTube'da, Instagram'da, TikTok'da və s. yerdə nəyisə danışmaq deyil. Ümumiyyətlə, cəmiyyət hamı bir-birini ötürməlidir. İnsan əgər bilirsənsə, ümumiyyətlə, belə bir şey var, bilib öyrətməmək günahdır. Yəni, Nəhcül Bəlağıda da var, yəni, bilib öyrətməmək günah, sən bunu bilirdin siz, ya niyə demirdin ki mənə? Niyə deyim? Yəni deyəndə nə olmuş? Adamdan pul çıxır. Dedə, yəni ümumiyyətlə paylaşmaq var, gözəl sözdür. Çox sevirəm bunu. Paylaş da bunu. Bilirsənsə ötür bunu. Bilmədiyində öyrən. Bilirsən ötür. Görə gözəl enerjidirsə onu ötürürsən. Bir də var ki, insanlar 10 nəfəri yığılır bir-birə. Heç kim bildiyini ötürmür. Hamı bir-birindən lazımsız informasiya və lazımsız informasiyada yığır gedir, çıxır gedir. Mənə lazımdır bu. Otur iki nəfərin, otur öz vicdanına, otur tək harasa bax, otur bir itinə söhbət edir. Enerji ötür də, ondan təzə nəsə al. Məncə bu bizim missiyamızdır. Yaradıcı adamların missiyası ümumiyyətlə budur. Yəni paylaşmaqdır. Yoxsa mən oturum elə saxlayım özümə, oradan pul qazanım, heç kimə heç də deməyim, qoy elə məndə qalsın. Niyə öyrədim ki? Mən adamlara yəni normal baxmıram. Bacarırsansa, bilirsənsə deməlisən. Bu sənin missiyandır. Yəni sən deyəndə 3 nəfər əgər nəsə ondan götürdüsə, 3 nəfər az deyil, bir nəfərə 3 nəfər öyrətmək əla deyil, 5 nəfər. 10 nəfər eləsə 50 nəfər. Artır da say. Amma bir də var ki, ya bilmirəm, danışmıram, bu lap pisdir, öyrən də. Ya bilirsənsə, niyə demirsən, niyə ötürmürsən, niyə düzgün ötürmürsən? Məncə bu bizim missiyamızdır. Burada qeyri-adi işin yoxdur. Bu bizim işimizdir.
Məsəl üçün musiqiçi var ki, düzgün oxumağı öyrədir. Məsələn, Teymur Əmrah sənətkar. Hamı öyrədir. Pul almır ki, onu deyəndə. Amma yəni bu borcu odur ki, düzdür, çox qəbul eləmir, başa düşmür, ayrı mövzudur. Amma deyir ki, bax bunu belə oxumaq lazımdır. Bu belə olmaq. İşin incəliklərini. Bunu ötürmə missiyasıdır da. Bu insan Allah bizə missiya verib də hər bir insana. Bunu çatdırır da. Yoxsa mən bunu demirəm. Bu məndə qalsın. Yox da ki, nəyimə lazımdır öyrənim. Məncə o anormal bir şey deyil, olmaz axı. Tərifə münasibətiniz necə? Çox pis, nifrət edirəm. Niyə Nofel bəy? Sevmirəm. Tərif Allaha məxsusdur. Ancaq o tərif. İnsan necə deyə bilərsən ki, sən bunu yaxşı oynadın. Burada bu var bir analiz eləmək. Çünki səndən yoxdur. Qutar görək ki, necə məndən? Məndən o qədərdir ki. Yəni Allah məqamından Nofeldən biz nə qədərdir? Yuxarıdan baxanda vay nə qədər Nofel var dünyada çoxdur. Amma düzgün təhlilin leyhinəyəm. Düzgün tənqidin, bəli, Nofel burada bunu elədin, yaxşı idi. Bunlar olsa lap yaxşı olardı. Məsələn, bu təsir, aç onu. Mən açanda xoşdur. Amma qardaş, səndən yoxdur. Deyən görür, necə sən kimsə səndən olmasın. Məsələn, mən elə şeyləri həmişə uşaqlıqdan zəhləməyəm. Həmişə atama deyir ki, ata səni əla oynamasa qutara. Çünki qabağıma elə fakt qoyurdu ki, bunu falan kəsə bilsə necə oynayır. Bitdi. Uşaqlıqdan onu görmüsünüz ona görə Nofel bəy. Hətta yəni indi bunu da kimsə deməlidir də. Yəni bilməlisən ki, niyə görə adam var amma tərifdə ləzzət alır. Adamlar görmüşəm ki, tərifsən verir. Yağ yayılır. O bizə xoş gəlir. Ona deyirsən ki, müəllim, biz necə gözəl ifadə verir. Ləzzət verir. Məsələn, o adamlar mənə ya ki, aciz adamlardır. Ya o boşluğu onunla dolduran adamlardır. Doldurur qəşəng belə də. Deyir ki, sizdən yoxdur. Olar. Qəbul edib. Bir aktrisa efirdə qayıtdım ki, mən kanalda dedim ki, adını çəkməyəcəm. Dedim ki, sən son 20 ilə gələ bilmiş ən yaxşı aktrisasan. Adını çəkməyəcəm, belə də çox soğuk. Qəbul elədi. Belə baxdım, vay. Biri deyilsən, dedi, mən yaxşısısan, belə də çox soğuk. Onu dedi, bunu da başa düşdüm ki, vay, insan gör nə qədər balacadır. Bu necə qəbul eləmək olar? Məsələn, biri gəlib mənə deyir ki, Nofel, sən Azərbaycanda öz nəsli bizdən, bu, yəni 42-43 yaşında aktyorlardan ən yaxşısan, deyərək danışığa fikir verək, başa tərəfdir. Bu məqamda bəs deyirlər, çox vaxt aktyorluqla, belə deyək də, şizofreniya çox belə yaxındır da. Yaxındır, əlbəttə ki. Çox incə keçid var orada. Hiss olundu məndə. Bu belə deyir, yıxılır yerə də. Məsəl üçün, onda belə deyək də, körpüdəki rolunuz. Mən baxanda orada başqa aktyoru təsəvvür eləmirəm. Elə yox, nə mənada? Elə ki, sizə görə yazılıb. Yox, mənə görə yazılmamışdı. Amma o qədər orqanik. Mən orada 3-cü aktyoram gələn. 2 nəfər seçmişəm. Seçimdə o qədər orqaniksiz ki, mən baxıram ki, elə bil ki, ya özünüz yazmısınız, ya sizə. Ya. Mən orada bir gün qalmış çəkilmiş amma seriala. Emil, sağ ol, Emil, çox sağ ol, bəli. Nunun 16-sı indiyə kimi yadımdadır ki, 15-i gəlir ki, senari hesaba çəkilmişdim. Ona nə danışırsınız? Çünki 2 nəfər təsdiqlənmişdi. Ola bilər də nəsə. Məni çağırdılar. Emil sağ olsun, yəni o işi mənə təklif elədi. Mən oxudum onu. Kaş ki, bir ay əvvəl olsaydı daha yaxşı hazırlaşardıq ona. Olur da. Orada mənim xarakterimə uyğun olan birinci növbədə, ümumiyyətlə siz aktrisasınız da, sənətdə siz bilirsiniz, ümumiyyətlə aktyor hansı bir qəhrəmanı oynayanda bir xətt çəkir, Nofel, tutaq ki, David, oxşar xüsusiyyətlər, fərqli xüsusiyyətlər, mənim götürdüklərim, onun background arxası var, mən gördüklərim ssenaridən doğuşur. Bu analiz olunur da, o obrazın daxili aləmə. Mən baxdım ki, mənə yaxındır. Çünki bu da aktyordur, mən də sənət adamıyam da. O problemləri mən də yaşayıram. Orada nə problem var ha? Mənim gündəlik gördüyüm problemlərdir. Bir də yəni ssenarilədir ki, zakulisi göstərir daha çox. Hə də, yəni mən axı işin içindəyəm. Orada çəkdiyim problemləri mən öz həyatda yaşayıram axı. Mən görürəm reklamdakı problemi. Deyirəm, ay Elvi məndən yazmısı. Adam hiss edir. Əslində o Nofelin dərdi deyil, o Samirin də dərdi deyil, İlqarın da dərdi. Hamımızın dərdidir. Hamını yaşayır. Amma mənə daha yaxın olduğuna görə orada bəzi nüanslar var ki, mənə çox yaxın idi. Və ona görə də mənim o enerjim, biraz orada təqlid imkanlarımdan da istifadə elədim. Çünki orada bəzi improvizasiya eksprontlar çox idi orada. Sağ olsun. Hə, Emil sağ olsun. Emil də ona çıxdı ki, əgər yaxşı alınırsa elə. Ona görə məncə körpü yaxşı işdir. Körpü haqqında danışanda utanmaq olmaz məncə. Yəni ondan utanmaq. Onun elə layihələr var ki, mən xəcalət çəkirəm ondan danışanda. Amma körpü haqqında, sonuncu pərdə haqqında, son payız haqqında, Tağıyevdən, hə, pis deməzdim də o şey ki, mən bu pisdir, biabırçılıqdır. Yox, yəni maksimum mənim qıraqdan baxdığım baxış var da. Bir də mən standart söz var, standartları qəbul eləmirəm ki, insanlar klişelər var, qəbul olunub 50 ildə oxuyur. Elə deyil. Bir özün analiz eləməsən ki, Üzeyir bəy nə dedi burada? Bir təhlil elə də bunu. Füzuli nə demək istədi? Ya Nəsimi nə deyib? Ya filan kəs nə deyib? Otur təhlil elə də bunu. Sən necə kör təbii, bizim insanlar kör təbii yanaşır hər şeyə.
Ya belə görmür, görür, amma hiss eləmir də nə baş verir. Körtəbiylik bizi məhv eləyəcək. Ona görə sənətdə körtəbiyi eləmək olmaz. Ha, falan kəs belə oynayıb. Nə olsa falan kəs belə oynayıb. Rəqsin quruluşu var, xoreografik həlli var. Falan kəs belə oynayıb. O kimdir? Mənim üçün etalon deyil. Etalonları belə dəyişirlər. Bəzən fizikada az qala sistem. Yəni bu adamlar etalona salırlar ki, yo bunu falan kəs belə oynayıb. Bildin mi falan kəs belə oynayıb. Axı bu əslində analiz edəndə bu belə deyil. Sən necə etalona uyğunsun? Məsələn, baxıram ki, falan kəslər etalon oynayıb, amma əslində xırdalayanda, içini təhlil edir. Görürsən ki, belə deyil. O belə oynayıb, əla, özünə məxsus edib gedir. Hamı da deyir, onun dalınca düşür ki, 100 ildir belədir. Standartları sındırma prinsipi deyil. Bu məntiqi analiz var da. Yəni, məsəl üçün, ala-bula, boz keç, elə deyil də. Mən uşaqlara təlim keçəndə, nitq mədəniyyətindən deyirdim. Ala-bula, boz keçi melodiyası yoxdur, şeirin melizmi var. Ala-bula, boz keçi. Çünki ala-bula sözü deyib yazın, mürəkkəb sözü, vurğu buradadır. Niyə ala-bula? 100 ildir səhv deyib, atalar. Müəllimlərimiz, öyrədənlər, qiraətçilər səhvdir bu. Dağa daşa deyir, dağa daşa dırma, amma bu defisdir də. Çoban açınca gözün, qalar iki buynuz. Belə deyil. Çoban açınca gözün, qalar iki buynuz. İki buynuz bir yerdə bir vurğu ilə deyilir ki, çünki bu törəmədir də, buynuzu yeyən bir heyvan, əti yeyir də. Bu iki balaca məsələdir, amma biz onun üstündən standartla keçmişik. Ona görə də o dövran var, suyun, okeanın dövranı var, sirkulyasiya gedir, qayıdır, gedir. Ona görə də heç şey dəyişmir. Bir nəfər axından tutmur ki, Asif Rüstəmov film var da, axından aşağı. Yəni bir nəfər dayanmır ki, protiv-tiçin edirlər. Həmişə əleyhinə ki, qarış bir dəqiqə dayanmır. O belə deyil axı. Axı belə olmalıdır. Hamı belə baxır ki, sən indi ağıllısan. Ya ağıllı deyil, məntiqlidir. Bir nəfər sual vermədi ki, yəni hətta bu analiz var. Ya qarış bu stol ortadan buradadır da, bura deyil axı bunun ortası. Simmetriya var da. Mən belə başa düşürəm yəni. Ona görə biraz məntiqli olmaq lazım. Həyatda məntiq. Mən elə gəlir hər şeydən öncə birinci məntiq gəlir, məntiq. Məntiq. Nofər bəy, son olaraq belə bir sual. Artıq sondur. Deyil. Çox təəssüf. Söhbətinizə doyum olmaz, amma çox təəssüf. Vaxtla bağlı yekunlaşdırmalı olacaq. Sizi ümumiyyətlə ruhdan salan məqamlar olurmu? Çox. O qədər. Yəni nə sizi ən çox ruhdan sala bilir? Nə ruhdan salan birinci ədalətsizlikdir. Ədalətsizlik. Ədalətsizlik ədalət prinsipinin pozulmasıdır. Mənə ruhdan salan neqativ insanlardır. Mənə ruhdan salan mənəviyyatı olmayan insanlardır. Mənə ruhdan salan ümumiyyətlə disbalans mənə ruhdan salan. Baxıram ki, ayda bu düz deyil. Mən çünki həyatda hər şeyin simmetriyası olanda xoşuma gəlir. Şərt deyil belə olsun. Yəni qaydasında olanda xoşuma gəlir. Amma qaydalar bəzən deyir pozulmaq üçündür. Onu deyən adamlar çox qayda pozan adamlardır. Yəni bilirəm onun əslində mənada deyiblər mütəfəkkirlər. Əslində qaydanı pozaq. Cərimə 1000 manat. Niyə də elə qayda pozulmur? Qayda bəzən biz nə vaxt pozulur? Ürəyin istəyəndə bunu eləyirsən bəzən. Hə, onu da pozma. Yoxsa ki qaydanı pozar, tullanır 11-də. Qaydanı pozdum. Niyə qaydanı pozursan? Yəni. Amma mən mənəviyyat məsələlərində çox, məsələn məni narahat edən ruhu çox sarsılıram ki, heyvanlara zorakılıq olanda çox sarsılıram. Birin göstərilir qoyunu çırpırdı çoban. Məsələn mən bilmədim nə deyim. Biz no comment deyir. Nə deyim mən ona? Yəni qoyunu niyə döyəsən? Dünyada ən yazıq, ən fağırı sakit heyvan. Hətta yəni mən o şeylər məni narahat eləyir. Yəni mən biraz insani faktorların uzaqlaşması. Cəmiyyətdə mənə çox narahat edən odur ki, insanlıqdan uzaqlaşmışıq. İnsanlıqdan uzaqlaşdınsa, qalan şey hər şey qaydasında olsa heç şey dəyişmir də məncə. Yəni birinci insan faktorudur. Çünki bəşəriyyətlərin ali varlığı insan. O da yoxsa qalan şey nə edir? Hər şey qaydasındadır, amma insan yoxdur. Mənə narahat edən insani faktorların zəifləməyidir. O pisdir. O mənə çox sarsıdır hərdən. Təşəkkür edirik. Mən sizə çox sağ olun. Təşəkkür edirəm. İnşallah başqa bir vaxt daha maraqlı, daha uzun. İnşallah. İnşallah, inşallah, mütləq. Allah sizi qorusun. Var olun. Çox sağ olun. Sağ olun. Sağ olun. Forum Baku işlərinizi asanlaşdıran Telegram səhifəsində abunə olmağı unutmayın. İşçi axtarırsınızsa, iş axtarırsınızsa, CV-lərinizi və maraqlı əl işlərinizi yerləşdirmək üçün müraciət edə biləcəyiniz Telegram səhifəsində abunə olmağı unutmayın. Qonağımız çox maraqlı və çox istedadlı aktyor Nofəl Şahlıoğlu oldu. Növbəti görüşlərədək izləmədə qalın. Sağ olun. Hələlik sağ olun, görüşənədək.